Çoxlu IT mütəxəssislər deyir ki, Almaniyaya köçüm və burada öz sahəm üzrə işləyib yaşayım. Amma o qədərmi gözəldir bura. 7 il ərzində Berlin şəhərində yaşamışam. Bütün Almaniyanı gəzmişəm. Burada çoxlu dost, tanışlara nail olmuşam, belə deyim. Demək olar ki, bütün Avropanı da gəzdim və nəticədə mən fikirləşirəm ki, artıq bu sahə üzrə mütəxəssis adlandıra bilərəm özümü və sizlərə məsləhət görə bilərəm. Buranın mənfi cəhətlərindən ilk öncə danışaq. Pul dalınca qaçırsınızsa, məncə bura sizin üçün deyil. Nəyə görə? Çünki Azərbaycanda yaşayıb xarici şirkətdə remote işləsəniz, daha yaxşı yaşayacaqsınız. Sırf pul baxımından. Sadəcə burada misal üçün təkcə kirayəyə böyük şəhərdə 3 otaqlı evə 1500, 2000, bəlkə də ondan da çox pul verməli olacaqsınız. Həm də mənzil tapmaq və ya ev tapmaq əməlli başlı problemdir. İş tapmaq burada daha asandır, nəinki ev tapmaq, belə deyim. Amma bu böyük şəhərlərə əsasən aiddir. Balaca şəhərlərdə həm ev tapmaq daha asandır, həm də qiymətlər daha